Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Hər bir insanın önəmli vəzifələrindən bu həyatda biri də budur ki, yaxşı yaşamaq tərzini öyrənsin. Hər bir kəs bu dünyada yaşayır, amma hünər budur ki, insan yaxşı yaşamağı öyrənsin. Və bu yaxşı yaşamağı bizə ən yaxşı Allah öyrədə bilər. Allahın qanunları əsasında insan yaşasa, onun yaşayışı ən gözəl yaşayış olar. Bunun üçün ən böyük maneə budur ki, insan önəmli olmayan işlərlə məşğul olsun. Əli əleyhissalam buyurur ki, mən iştəqələ bi qayril muhim zəyyə'əl əhəm. Kim önəmli olmayan işlərlə məşğul olsa, o əhəmiyyətli işləri zay eləyər. İnsan yaşayışında öz işlərini elə proqramlaşdırmalıdır ki, o prioritet işləri önəm daşısın və önəmli olmayan işlərlə məşğul olmasın. Və belə olduğu halda yaxşı yaşayışa sahib olacaq. İmam Həsən Əskəri əleyhissalam bu önəmli işlərdən birini bizə açıqlayır. O Həzrət buyurur, Bismillahirrahmanirrahim, Leysətil ibadətu kəsrətus siyami və saləh. İbadət namaz və orucun çoxluğu ilə deyil. Və innəməl ibadətu kəsrətut təfəkkürü fi əmrillah. Həqiqi ibadət Allahın işləri barəsində çoxlu təfəkkür eləməkdir, çoxlu düşünməkdir. Bizim dinimiz ağla və təfəkkür etməyə çox önəm verir. Bizim önəmli, mötəbər kitablarımız bu bölməklə başlayır, ağıl və təfəkkür bölməsindən. Bir səbəbi bundan ibarətdir ki, insan dinin digər məsələlərinə ağıl və təfəkkürlə yanaşmalıdır. Qeyd ediblər ki, əziz İslam Peyğəmbərinin vəfalı səhabələrindən olan Əbu Zərin ən çox etdiyi ibadət təfəkkür idi. Hər bir insan istəyir elmi sahədə, istəyir müxtəlif sahələrdə uğura nail olubsa, onun başlıca səbəblərindən biri təfəkkür eləməkdir. Allah Teala Quran-ı Kərimdə təfəkkür eləməyənləri məzəmmət eləyir. Onları qəflət içində olanlar adlandırır. Bəzən isə insan bu neymətdən istifadə eləməyəndə heyvanlardan və dörd əyaqlılardan da aşağı səviyyədə tanıtdırılır bizə. Səbəbi isə bundan ibarətdir ki, başqa varlıqlar, heyvanlara bu neymət verilməyib. Əgər insan bu neymət verildiyi halda ondan istifadə eləmirsə, bu bir həqiqətdir ki, insan o heyvandan da aşağı səviyyədə olur. Çünki onda yoxdur, istifadə eləmir. İnsanda isə olduğu halda istifadə eləmir. Allah Teala hər birimizə gözəl yaşayış nəsib eləsin.